Çok sağ Qəşəng. olun. Növbəti Emin müəllim. Axşamınız xeyir bir daha. Axşamınız xeyir Emin müəllim. Emin müəllim, deməli, mən sizə sual verəcəm. Siz mənə deyəcəksiniz cəlb etmə yoxsa refleksiya. Tamam. Provokativ xarakterli suallar. Cəlb etmə. 3, 2, 1. Refleksiya. Əyani vəsaitlərdən istifadə. Cəlb etmə. Problemin təqdim edilməsi. O da cəlb etmə. Cümlə kökləri. Refleksiya. Şəxsi jurnallar. Refleksiya. Əsər, qəşəng. İndi bizə biraz sual-cavab prosesindən danışın. Sual-cavab prosesini necə təşkil etməliyik? Necə təşkil etməliyik? Məsələn, düşünmə, gözləmə vaxtı veririk. Niyə veririk? Verməsək nə olar? Yəni düşünmə, gözləmə vaxtı vermək ona görə ki, şagird qapalı düşüncəyə düşməsin, fikrini toplamağa, cəmləşdirməyə vaxtı olsun. Hı -hı. Sonra başqa nə deyim burada? Maksimum nə qədər verə bilərik? Maksimum 1 dəqiqə. Təbii ki, Aha. sualdan Sualın çətinliyinə görə. Tamam. Limitsiz sayda cavabları olan sual tipləri hansılardır? açıq suallar. Açıq suallar hansı təfəkkür səviyyəsini inkişaf etdirir? Yaradıcı. Yəni yuxarı təfəkkür səviyyəsi. Hə, yuxarı. Yuxarı təfəkkür səviyyəsi deyəndə hansı təfəkkürlər nəzərdə tutulur? Yaradıcı, Və tənqidi, ay sağ ol. Yox, orada dayanın. Fəal dinləmə təzələrdən də bacar. var. Hə, təzələrdən də deyə bilərsiniz. Tamam, deyin. Proaktiv, Proaktiv olmaz o, produktiv olar. produktiv, Bəli. praktik, Tamam. bir də analitik gedir deyəsən. Analitik ola bilər, bəli. Tamam. Yaxşı. Təzə təfəkkürlərə gəlmişkən, o hansı Xoş gəldin. təfəkkürdür? Deyir ki, mənə əzbərçilik lazım deyil, bunun mənə mahiyyətini izah elə. Abstrakt, Bəli, abstrakt təfəkkür. Yaxşı, abstrakt təfəkkür tamdır ki, mahiyyətini izah elə. Bu hansı təfəkkür səviyyəsini inkişaf etdirər? Aşağı mı, yuxarı mı? necə? Başa düşmədim. Söyle. Abstrakt aşağı təfəkkürə gedər yoxsa yuxarı? Aşağı, Hansına? aşağı. Ay, sağ ol. Ola bilər. Çünki sadəcə izah elə deyir. Anlamaq mərhələsi çünki aşağıdır. Doğrudur. Fəal dinləmə bacarığı deyəndə nə başa düşürük? Yəni yoldaşlarını dinləmək, sözünü kəsməmək, Hı -hı. öz sözünü yoldaşının fikri bitdikdən sonra icazə alıb ifadə eləmək, yəni Bəli. şagird də əlini qaldırır falan. O Bəli, çox qəşəng. Sonra dinlədiyini qarşı tərəfə, yəni mimika və ya jestlərlə göstərmək. bəli, və yaxud da ki, bəli, xeyr kimi sözlərdən istifadə edərək ona hiss etdirmək, düzdür. Məsələn, bir dostunuz gəlib sizə dərdini danışanda nə edirsiniz? Güldürürəm onu. Hə, amma belə kuru cəhətdən dinləyib, yəni dinlədiyimi göstərib, yəni arada hə deyib və yaxud da nə bilim əldən, qoldan, göz hərəkətlərindən Empatiya nümayiş etdirmək. Yəni ki, mən səni anlayıram. Nəsə inanmam gəlmir ki, siz anlayasınız. Yox, mən çox dərd dinləmişəm. Hə? Çox dərd dinləmişəm. Mənim işim daha çox o situasiyadan çıxardıb güldürməyə yönəltməkdir. Yaxşıdır amma, yaxşı dostsuz. Qrup işindən danışın bizə. Qrup işi necə olur? Necə qruplar təşkil edirik? Qrupun tərkibi neçə nəfər olmalıdır və sair və ilaxır. Bunları danışın. Qrup tərkibi 3, maksimum 5 nəfər ola bilər. Aha. Heterogen qruplar olmalıdır. Yəni Hı -hı. yuxarı və aşağı səviyyəli şagirdlər qarışıq olmalıdır. Bəli. Sonra qrup daxilində müəyyən prosedurlar olmalıdır. Hı -hı. Ümumiyyətlə qrup işi zamanı ümumiyyətlə müəyyən prosedurlar olmalıdır ki, siz Aha. yoldaşlarınızın fikrini dinləyin, öz işinizi diqqətlə görün falan. Bu kimi qaydaları kimlər qoyur?
şagirdlərlə birlikdə müəllim qoyur və Əla. qaydanın sayı nə qədər az olsa o qədər yaxşıdır. Yəni təxmini nə qədər? 3-5, maksimum 6. Əla, düzdür. Qrup tutalım ki, mən bu gün qrup işi elədim. 2 həftə sonra yenə qrup işi edirəm. Eyni şagirdlərmi? Yəni sabitmi olmalıdır qrupun tərkibi? Yox, qrupun tərkibi dəyişməlidir yəni. Hərəsindən Bəli. 3-5 toplayıb, hərəsindən 1-2 nəfəri biri parçalayıb paylamaq da belə deyim. Bəli, düzdür. Çünki ümumiyyətcə sabit sözündən biraz qaçmalıyıq. Bəli. Tamam. Gəlirik iş üsullarına. Bu elə bir iş üsuludur ki, mən bunu tətbiq eləsəm 4 iş formasından istifadə edəcəm. Qartopu. Aha, düzdür. Sonra? Düşün, cütləş, bölüş, paylaş. Əla. Birinin də içində var idi. Birinin içində var idi. Sinif küncləri. Əla. Sinif küncləri hansı öyrənmə tərzli uşaqlara daha xoş gələr ya da hansı intellekt tipli uşaqlara xoş gələr? Bədən kinestetik. Doğrudur, bədən kinestetik. Deməli bu qruplarda, belə deyim, qruplarla işdir. Bu qruplarda deməli birində diskussiya gedir, digərləri isə onları izləyir. İzləyir. Bəli. İzləyirsə akvarium. Ay, sağ ol. Ana qrup, doğma qrup. Zigzag. Doğrudur. Hər hansısa bir əşyanın, nə bilim, və yaxud da cismin, hadisənin və sair xüsusiyyətlərini sadalayır. Aha. Köhnə biliklərindən istifadə edir. Nə idi? Aksiyon. Aksiyon hansı iş formasında olur? Bütün siniflər. Aksiyonda taksonomiyanın hansı mərhələsi var deyə bilərik? Xatırlama. Əla. Doğrudur. Bu iş, deməli belə deyim də, bu iş üsulunda şagirdlər öz mövqelərini seçib fikir əsaslandırırlar. Sinif küncləri. Doğrudur. Bu iş üsulunda birgə öyrənmə var. Qruplarla işdir. Sinfi aktiv saxlayır. Karusel. Əla. Geniş spektrli sualların verilməsi. Beyin əmləsi. Yox. Ya müzakirə xəritəsidir, ya qərarlar ağacıdır. Müzakirə xəritəsidir. Müzakirə. Oyunlaşdırma və oyun əsaslı təlim modelini necə fərqləndirə bilərik? Oyun əsaslı təlim modelində dərs tamamilə oyun olur. Yox. Hə. Oyunlaşdırma, oyun əsas. Adlarını bir də təkrar eləyə bilərsiniz? Oyunlaşdırma və oyun əsaslı təlim modeli. Yox, oyunlaşdırmada bütün dərs oyun olur. Yaxşı, sualı belə verim. Tapşırıqlar hansında olur? Tapşırıq üzərində oyun, belə deyək. Oyun əsaslı. Yenə də qarışdırdınız. Qarışdırdım elə. Birinci düz deyirdim mən. Yox, o da səhv idi. Oyun əsaslı da bütün dərs oyun formatında olur. Yəni təkcə tapşırıqlar deyil, öyrənmə prosesinin özünü bütövlükdə oyun əsasında qururlar. Oyunlaşdırmada isə əsas açar sözlər tapşırıq üzərində olur. Xal, titul, liderlər cədvəli kimi açar sözlərimiz olur. Belə. Bu cür fərqləndiririk. Yaxşı. O hansı təlim modelidir ki, maraq oyatma ilə başlayıb qiymətləndirmə ilə bitir? 5Y. Əla. Təşəkkür edirik Emin müəllim, yaxşıydınız. Qəşəng. Sağ olun. Dərsdə çıxa bilərəm dərsdən. Bəli. Sağ olun, gecəniz xeyir. Sağ olun, gecəniz xeyrə qalsın. Növbəti. Nihat müəllim. Qüdrət mən burdadır. Bayaq girmişdi, görmüşdüm. Bayaq buradaydı, mənim çıxıb indi. Bilib ki, sual cavab olacağı yəqin ona görə. Yox, dünən idi, nə vaxt idi? Keçən dərs onu sorğu-sual eləmişdiniz, ona görə. Yaxşı idi, yadımdan çıxıb mənim.
Bəli, bəli, yaxşı idi. Yaxşı idi, hə, əla. Belə, Nihat müəllim, deməli, təlim modellərindən sual verirəm. Müəllim hansı təlim modelində yaxından fasilitatorluq edir? Yaxından. Birbaşa da. Nə? Necə? Onlar soruşmusunuz birbaşa Tamam da onları neydi? soruşuruq da, siz də gedib Hə, deyir. Aha, layihə əsasında. ay sağ ol, bəli. Tam əksini demişdiniz. Mənim Layihə orada əsasında. o bir dəfə testdə düşmüşdü. Mhm. Orada qətiyyən yoxdur. Nədir onun adı? Birbaşa təlim modeli bir növ bizə ənənəvi təlimi xatırladır. Fikir verirsinizsə, orada ön planda olan müəllimdir, müəllim mərkəzlidir. Layihə falan yoxdur yəni. Tamamən. Deməli, Mən hansında üzrlü mən sual verim. İndi açıldı deyir. Mən birbaşadır məsələn refleksiya deyə bilərik. Məsələn müəllim refleksiya aparmır, yəni orada. Deyirik, ə, anlamanı yoxlayır. anlamanı yoxluyur, amma fikir verirsinizsə, bütün işləri müəllim aparır. Yəni Yəni uşaq mən ki, birdən yəni biz deyirik müəllimdə aparırıq məsələn refleksiyanı. O barədə deyirəm ki, ümumiyyətlə deyirik refleksiya yoxdur, yoxsa müəllim tərəfdən var? yox, refleksiya yoxdur demirəm. Deyirəm ki, o bizə ənənəvi təlimi xatırladır. Bax gözü tam olaraq demirəm ənənəvi təlimdir. Bir növ onu xatırladır. Amma interaktiv üsullardan da istifadə etmir də fikir verirsinizsə. Yəni ki, daha çox müəllim mərkəzlidir. Şagird mərkəzli deyil. Şagird Qrupda orada passiv müzakirə roldadır. ediləndə deyildi ki, birbaşada refleksiya yoxdur ümumiyyətcə. Ona mən dedim ki, yox da var falan. O barədə dəqiqləşdirmək istədim ki, müəllim, yəni Hə, deyə bilərik var, refleksiya yoxsa üsulları bəli yoxdur. Məsələn, orada 3-2-1-dir. Yəni uşaq özünü qiymətləndirmir. Müəllimin şagirdi qiymətləndirməsi var. Müəllimin şagirdin anlamasını yoxlaması var. Hə, amma bu biri üsullardan yenə də deyirəm, interaktiv üsullardan istifadə olunmur. Tamam. Yəni müəllim tərəfdən refleksiya var, şagird tərəfdən yoxdur da Bəli, onda. bəli. Tamam. Nə sual verirdim? Deməli, Nihat müəllim, hansında Bəli. ortaya məhsul qoyulur? Ortaya məhsul qoyulur layihə əsasında. Bəli, plagiatlılıq yoxlanılır. O da layihə əsasında. Müəllim bir addım geridə dayanır. Problemdə. Geniş əhatə dairəsinə belə deyək də, mövzu, yəni geniş kompleks, geniş spektrli bir mövzu Layihə olur. əsasında. Aha, özümü öldürdüm burada geniş. Yaxşı, hansı şagird mərkəzlidir? Hansı şagird mərkəzlidir? Layihə də şagird mərkəzlidir. Problem də elə şagird mərkəzlidir. Ay, sağ ol. Bəli. Tamam. Bəs bu layihə əsasında mövzunu kim seçir? Kim müəyyən edir? Layihə bir yerdə. Əsasən Yox, veririk seçimi şagird edir deyəcəksiniz. şagirdə, bəli. Çünki onlar uzun müddət işləyəcəklər deyə. Tamam. Bu elə bir təlim modelidir ki, burada müəllim əsas sualı qoyur, şagirdlər fərziyyə irəli sürür. Əsas sualı qoyur, fərziyyə irəli sürürlər. Mhm. Ə, Bu təlim modeli. Problem olur da yəqin ki. Yox. Bircə dəqiqə deyirəm. Sorğu araşdırma. Ay, sağ ol. Sorğu araşdırma. Nihat müəllim, biz hal-hazırda hansı tədris formasındayıq? Sinxron. Sinxronu asinxrondan necə fərqləndirərsiniz? Sinxronda birbaşa ünsiyyət olur, hamı eyni vaxtda dərsdə olur, o birisində bunların əksinə olur. Sonra anında rəy bildirmə var bizim dərsimizdə elə bil ki. O birisində keçmiş əks əlaqə olur. Bəli, bəli. Aha, düzdür. Sonra o birisində asinxronda da yəni üstünlükləri fərdi işləmək olur da, yəni vaxt cəhətdən hamının Bəli. fərdi vaxtı olurdu. Burada isə nə bilim internet problemi, ekran falan temalar var idi. Çətinlik Tamam. baxımından. Sualı belə verim. Hansında metakognitiv, hansında sosial bacarıqlar inkişaf edir? Sosial sinxrondadır, metakognitiv asinxronda. Əla. İndi sizə DOQ nəzəriyyəsinə görə bir dənə riyaziyyata uyğun situasiya verəcəm. Siz mənə deyəcəksiniz ki, hansı səviyyədədir? Deyirəm ki, daha mürəkkəb tapşırıqlarda şagirdlər bu fakt və formulları tətbiq edərək, məsələn,
üç ölçülü fiqurların səth sahəsini və həcmini hesablayır. Hayda. Deməli, nə edirlər? Tətbiq eləyirlər. Üçüncü deməli. Sonra üç ölçülü fiqurların səth sahəsini və həcmini hesablayır. Üçüncü səviyyə deyil. Görürsüz ki, susmuşam da. Dəyişin də fikrinizi. 4 deməyəcəm. Yox Onda iki, artıq. yox, Aha, 4 daha geniş olurdu. Onda Bəli. 2-dir də belə. İkidir də bəli hesablayır. Deyirik də tətbiq. Bayaq orada tətbiq var idi. Üçüncü səviyyə idi deyəsən. İndi orada başqa söz deyir də 100%. Nəsə başım qarışdı. Bəli. Burada sadəcə deyir, üç ölçülü fiqurların səth sahəsini və həcmini hesablayır. Açıq aydın ikinci səviyyə. Tamam. Yaxşı, biraz daha çətinləşdirək. Yenə doq nəzəriyyəsinə sual verirəm. Bunu yaxşı Şagirdlər bilmirəm. hə? Verin amma bunu yaxşı bilmirəm. Hə, yenə riyaziyyat fənninə uyğun verəcəm. Şagirdlərdən riyazi prinsipləri real dünya ssenarilərinə tətbiq etmələri tələb olunur. Məsələn, müəyyən ekoloji şərtlərə davamlı körpü dizayn etmək. Bu dərsdə olur bu. Bilmirəm də harda olur. 4 fikirləşirəm müəllim. Düz fikirləşirsiniz. Nəyə görə bu sualı verdim? Bayaq dediniz ki, tətbiq beynimi qarışdırdı. Görürsüz, burada da tətbiq var idi. Amma artıq bu dizayn falan nəsə edəcəksə, bir yaradıcılıq qoyacaq ortaya. Bəli, 4-cü səviyyə doğru cavabdır. Deməli belə ayrılır amma bəzən qarışır olar. Əslində siz bacararsınız. Affektiv, emosional sahəyə aid sual verirəm. Müəllim qayda qoyur, amma şagird bu qaydalara əməl etmirsə, hansı mərhələ uşaqda inkişaf etməlidir? Orada nə var idi? Affektiv. Affektiv, emosional taksonomiya. Necə deyəcəm? Müəllim qayda qoyur. Uşaq əməl etmir. Hansı mərhələni uşaqda inkişaf etdirmək lazımdır? Mərhələlər yadımdan çıxdı müəllim. Qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil Əməl etmə, eləmirsə. xarakteriz etmə. Əməl eləmir. Cavab vermədi. Bəli, cavab vermir də, yəni deməli bunu inkişaf etdirmək lazımdır. Doğrudur. Müəllim uşağa deyir ki, get filan videonu aç, orada vacib qaydaların qeydlərini götür. Hansı mərhələ olacaq? Qeyd etmə. Birinci. Yəni, Yadımdan çıxdı. yəni qəbul etmə. Qəbul etmə bəli. Aha. Psixomotordan sual verirəm. Şagird heç kimin köməyi olmadan bir işi yerinə yetirirsə, hansı mərhələdədir? Dəqiqlik. Ay, sağ ol, dəqiqlik. Düzdür. Müəllim tutan uşaqlara dərsi keçir. Məsələn, fəza fiqurlarını keçir. Sonra deyir ki, gedin buna aid nəsə düzəldin. İdrak taksonomiyasına uyğun olaraq hansı mərhələdir? Yaratmaq. Bax, necə deyirik, yaratma. Tətbiq. Deyir axı, keçir. Bəli, tətbiq. Keçir, sonra gedir ona uyğun nəsə düzəldirsə, bu olur tətbiq. Çünki özündən nəsə yaratmadı. Tamam. Yaxşı, bəs bu sualda bilik olaraq soruşsaydı? Nə idi onun adı? Üçüncüsü idi. Aha, bəli. Bu ilə olan. Aha, nə gözəl. Prosedural. Prosedural bəli. Aysa, niyə prosedural dedik? Getdi düzəltdi də, hərəkət elədi. Bir proses var çünki. Bəli. Bəli, bir ardıcıllıq olacaq orada. Tamam, bəs yaxşı, təfəkkür olaraq soruşsaydı? Təfəkkür. Tənqidi deyil. Ay, bu yaradıcı təfəkkürdür onda. Yenə deyirik yaradıcı. Dedim ki, Məntiqi müəllim deyil.
Niyə məntiqidə Yox, ardıcıllıq ardıcıllıq yox var. idi? Bəli, bəli. Bəli. Eləcə təşxisə məntiqi uyğun gəlir. Aha, bəli. Bəs praktik deyə bilərikmi? Aha. Eşidirsiz səsimi? Bəli, indi gəlir. Hə. Deyirəm, bəs praktik deyə bilərikmi? Praktik deyə bilmərik. Niyə? Real vaxt müddəti yoxdur. Eee, Nə bilim, məncə deyə bilmərik. Aha. Yaxşı, sizcə olsun. Eee, Deyə bilərik elə yoxsa? yox. Deməli, iş üsullarına sual verirəm. Layihə hansı iş üsullarında var? Hə, 3N-də var, 4N-də var. Bir də o birisi nə idi? Eee, Hər dəfə deyirəm, SWOT, Bəli. 3N-in ikinci adı qızıl dairə, 4D. Kipling. Əla. Müəllim müxtəlif məqsədli, müxtəlif istiqamətli suallar və ya tapşırıqlar hazırlayırsa, hansı iş Bloom üsuludur? kubu, Əla, düzdür. Mövcud biliklərin aktivləşməsi var. Köhnə biliklər yada düşür. Sonra ümumiləşdirmə apara bilirlər. Verilmiş anlayışa aid hansısa, belə deyim də, hadisələri, xüsusiyyətləri Klaster. deyirlər. Ay, sağ ol. Klaster hansı qiymətləndirmədə ola bilər? klaster, deməli BIBÖK, şeydə, BIBÖK ilə klaster idi, diaqnostikdə. Ay, sağ ol. Və Formativdə də olur deyəsən. bəli, təbii ki, zaten sualların hamısı formativdir. Bir dənə bir böyünə klaster eyni zamanda diaqnostikada gedir. Mən stəkandan dibçək qabı düzəldirəmsə, hansı iş üsuludur? Deməli, stəkandan dibçək qabı düzəltdiniz. Əşyalardan qeyri-adi istifadə, Bəli, hansı təfəkkür görə bilərik burada? yaradıcı, Bəli, görə bilərik. Bu iş üsulunda problemi irəli sürən tərəf həll yolunu da özü seçir. sinektika, Yunan dilindən tərcümədə mənası müxtəlif cinsli elementlərin birləşməsi, hansı iş formasında istifadə olunur? qruplarla, Hansı təfəkkürü görə bilərik? tənqidi, Bəlkə problemə alternativ həll yolu tapıblar? Ümumiyyətlə bir problem varsa, Yaradıcı demək burada istəyirsiniz. tənqidi də, yaradıcı da, hətta məntiqi də ola bilir. Bəli. Deməli bir problemi həll edərkən ən səmərəli həll yolunu seçirəmsə, deməli ən səmərəli həll qərarlar ağacı, qərarlar ağacının içində hansı iş üsulunu görə bilərik? beyin həmləsi, Möhtəşəm, əla, çox qəşəng. Növbəti, çox sağ olun. buyurun. İş üsulları müəllim sorğu-sualda öyrənmişəm yalnızca qulaq asası. Elə? Başqa cür gördüm ki, oxumaqla Anladım. əzbərləyə bilmirəm. Hə. Yenə də çox qəşəng öyrənmisiniz. Sual-cavab olmaq istəyən var? Yoxdur? O zaman sağ olun. İnşallah 3-cü gün yenə də qəşəng sınaqla gəlirik. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Gecəniz xeyir olsun. İnşallah. Sağ olun. İnşallah. Sağ olun. Bəli. Sağ olun müəllim. Salam. Sözünüz Biraz- var idi? Bir Hə, sağ ol deyirsiniz. Gecəniz xeyir Hə, olsun. sağ olun, sağ olun. Sizin də, sizin də. Sağ olun.